Lənkəranda Vətən müharibəsi şəhidi Murad Hüseynzadənin qardaşı Məhəmməd Hüseynzadənin toy mərasimi keçirilib. Məclisə mindən çox sakin qatılaraq şəhid ailəsinin sevincinə şərik olub və şəhid anası Nazilə xanımı bu əlamətdar gündə tək qoymayıb. Qeyd edək ki, Murad Hüseynzadə 44 günlük Vətən müharibəsində Qubadlı və Cəbrailin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, döyüşlər zamanı peşəsinə uyğun olaraq həm tibbi yardım göstərib, həm də silaha sarılaraq vətən qarşısındakı borcunu şərəflə yerinə yetirib. Şəhid Murad Hüseynzadə göstərdiyi şücaətə görə müxtəlif medallarla təltif olunub.